Elçin Əhmədov, bir dərindən bir düşün, bir fikirləş. Mənim anamın 80 yaşı var idi rəhmətə gedəndə. Əlimdə can verdi. Ona biz iğne vuranda ciğerlarında qaraciyarı siroz peçini idi. Biz ona iğne vuranda o detski iğneler olur. Balaca uşağa, körpüye vurursan. Bak onu seçip vururdu. İğneden çok korkurdu. Çok korkurdu. Bir de o iğne onun üstüne gelende belki de heyecanından o şok geçirirdi o insan. Bakmayarak ki 80 yaşı var idi. Ama elə ki canını tapşırdı, ona təcili yardım geldi, iğne vurdu. İğnenin böyle bak böyle uzun böyle şprisi idi. İğnesi de belki bundan yoğun bir ucunda iğnesi var idi. Düz ürəyinin üstündən bunu yerittiler onun bedenine. Getdilər, onu hiss eləmədi. Əzab nəylə olur? Əzabı sən yaşayırsan, görürsən, o görmədiyin şeydə nə əzab hiss edəcəksən və yaxud nə mükafat hiss edəcəksən. Bu bədəni torpağa qoyandan sonra canı təhvil veririk, can ölmür ki, can bizim nəfəsimiz, bizi hərəkətə gətirən, hər baxışdan baxan nur Allahın zərrəsidir. Trivatnum, nur, ruh, can. Üçü bir yerinde Allah'ın zerresidir, möcüzədir. Onu təhvil verəndən sonra bu beden müqabbiyə dönür. Sen onu hiç evində də saxlaya bilməzsən, istəsən də. 3 gündən sonra qaça-qaça aparıb torpağa qoyacaqsan ki, evi ifunətini iyi götürəcək. Elə deyil mi? Torpaqda nə olur? Çürüyür, sümüklər qalır, elə mi? O sümüklərlə nə qəbir hesabı? Bir uyanaq da, Rəbbim məsləhətini eş ki, bu cəmaat oyatda bəs deyil. Nə qədər bu avvam, qəbir hesabı, filan hesab, harda əzab buradadır. Səhvlərimin əzablarını yaşaya-yaşaya gəlib çıxmışam bura. Bu dəqiqənin özündə mən əzabdan, mən tustağım, özümün tustağıyam, əzabın içindəyəm də. Orada da bir gedib hələ bu sümüklərlə də əzab verəcək. Nağıldır həyata. Anam, bilmirəm, bəlkə də bu adda qadınsan, çünki kişi adından gələnlərin əksəriyyəti qadındır. Yoxsa elə balasan, oğulsan, evladsan, boş nağıllardır, bitdi. Əgər biz bugün əziyyət çəkiriksə, elə bizim hesabımız olur. Xəstəyi isə bizim cəzamız olur. Kur'an'da aydın yazılır. Sizin başınıza gelen müsibət öz əməllərinizlə qazandığınızın əvəzidir. Yəni cəzasıdır. Xəstəlikdir, uğursuzluqdur, maşın qəzasıdır, hər hansı bəladır, yarımçıq ömürdür. Hamısı cəzalardır da, hesab veririk. Da bundan böyük cəza olar. Ananın balasını alır əlindən. Bundan böyük cəza olar. Hələ bir gedib qəbirdə də sümüklə də cəzalaşır. Orada nədən anlayacaqsan? Sən canı təhvil verdin, torpağa çevrildin. Onu necə anlayacaqsan? Onu heç bir düşünmürsünüz. Bir onu düşünün də, bir qəlbinizə gedin, bir sual edin ki, ya Rəbbim, nə olar bunları bize açıqlayın. Mən zülmətin içində Allah'a yalvardım ki, bir mənə açıqla da bu zülməti mənə yaşadırsan. Gəldim, görüşdüm, məni gətirdi öz aləminə, hikmət aləminə. Nə deyir? Belə nəqş eyləmiş bu rəsmi qələm fələkdən yüksəkdir, kəlam əzəldən. Yəni kəlam Allahdan üstündədir. Niyə? Çünki kəlam Allahı belə təsdiq edir, anladır, tanıdır. Kəlamla da baxdım ki, mən neçə dənə səhvə yol vermişəm, onun da cəzasını, hesabını verir. Budur, hesab buradadır. Qəbirdə hesab yoxdur, hesab buradadır. Biz burada veririk, onu amma anlamırıq o hesabı. Biz hesabı burada veririk, qəlbimizdən ki, o sızıldayırıq, qəm dəryasına batırıq, o bizim hesablarımızdır. Bunu dərk etmək lazım. Bəli, Elçin Əhməd.